bilməyəndə bir insan nə edir? Mən ona çox önəm verirəm. Bir adam ki, məsələn, bir şeyi bilmədi. Nə reaksiya verir? Və onu qəbul eləmək. O qəbul eləmək ki, hə, bax mən bunu bilmədim. Mən bunu bilmədim və zəhmət çəkəcəm indi səndən sağollaşandan sonra gedib oturacam internetin qabağında, tapacam kitabını, tapacam şeyini, o şeyi oxuyacam. Sən şəxsən mənim özümdə ən çox önəm verdiyim məsələlərdən biri hansı ki, özüm bacara bilmirəm. Mən bilmədiyim şeyi də izah eləyirəm. Yaxşı bir şey ki, bir insan bilmədiyi şeyi desin ki, bilmirəm. Yəni, önəmli məsələdir. Bir dostumuz var xaricdə işləyən, adamla danışıram, deyirəm məsəl üçün, falan mövzunu bilirsən? Deyir, yox, falan mövzunu deyir ki, yəni bilmirəm. Bir yerdən sonra özüm biraz psixoloji özümü pis elədim. Deyirəm ki, bəs nə desən? Yox, bilmirsəndən daha çox bunu rahat bilmirəm deməyə məni narahat elə. Niyə elə deyirsən? Da ya bir deyir ki, nə bilim, hə biz bunun alternativini istifadə eləmişik. Bu ya bilmirəm nədir. Da mən pis təsir eləyir şəxsən ki, kimsə bilmirəm deyəndə. Öyrəşməmişəm elə bir şey. Bədənim götürmür. Nətə bilmirəm, biz aldatmalıyıq kimsə ki, yəni yox mən bilirəm falan. Bir də o qəşəng bir söz dedi. Dedi ki, bunun səbəbi deyir mən xaricdə keçdiyim təcrübə və ya da orada işləməyimdir ki, deyir adamlar bilməyəndə deyir üzvə qarşı direkt deyirlər ki, niyə yalan danışdın? Deyir bilmirəm.